Uzun zamandır bu səhifəni idarə edirəm. Baxdım ki, səhifədə heç tanışlıq postum yoxdur. Dedim, bu post tanışlıq postu olsun. Adım Günlardır. 38 yaşım var. Ailəliyəm və 2 övladım var. İxtisasca müəlliməyəm. Demək olar ki, hər gün 3 ilə 7 arası dərslərimi keçirirəm. Və bu müddətdə işlərimi planlamasam heç bir işim düz gəlmir. Adətən ev işlərini axşamlar görürəm. Yemək və bazarlıq işlərini isə səhər uşaqları məktəbə yola saldıqdan sonra edirəm. İlk işim evə bazarlıq etmək olur. Gəlin sizə 14-18 noyabr tarixlərində Walmartda baş tutacaq endirimlərdən danışım. 5 kiloqramlıq Ariel 39 manat 39 qəpik deyil, 15.97. 1,5 litrlik Feyri 11.59 deyil, 6.97-yə. 12 rulonluq ətirli Aura salfetləri 17.99 deyil, 8.47-yə. Panten şampunları 6.47, Elidor 4 manat 97 qəpik olacaq. Kins zeytun yağları 18.60 deyil, 9.97-yə. Sütaş qaymaqları 2.37, Ramaşka smetanları 2.57, 3 inək pendirləri 3.97, Ankara makaronları 1.47, Berka çayının 450 qramlığı 13 manat 65 qəpik deyil, 9 manat 97 qəpik olacaq. Tərəvəz bölümündə isə banan 1.97, mandarin 1.29, soğan 29 qəpik, kök 55 qəpik, nar isə 30% endirimlə təqdim olunacaq. Sonda isə 1,5% cashback qazanmaq üçün Ozi Plus kartınızı təqdim etməyi unutmayın. Yemək vaxtında hazır olubsa, demək bütün işlərim qaydasındadır. Tanışlıq postumun davamını isə növbəti videoda gözləyin.